Azərbaycan muğamları içərisində xüsusilə seçilən bir muğamdır. Öz xasiyyəti etibarilə, öz xarakteri ilə, öz melodik quruluşu ilə Alim müəllim, Firuz müəllim, siz də mənimlə razılaşarsınız ki, çargahda çox nikbin ruh, coşqun bir ruh vardır. Təsadüfi deyildir ki, çargah muğamı ifaçıdan böyük söz istəyən, böyük qüvvə tələb edən bir muğamdır. Alim müəllim, Azərbaycanda çargah muğamının görkəmli ifaçıları olub. Seyid Şuşinskidən tutmuş. Yəni, Seyid Şuşinskinin bizim dövrümüzdə, yəni mənim dərs alan vaxtlarıma düşdü və o bərdاشtda ki, ondan eşitmişdim və o çargaha ki, öyle bir sambal, öyle bir ustalıq göstərmişdi ki, indi böyük sənətkarımız Habil Əliyev də çox kamança ifası ilə o çargahı elə çox gözəl nizama düzdü ki, yəni bircə söz idi, söz yox idi amma hər şeyi öz kamançası ilə dedi. Musiqi özü danışırdı hər şey. Musiqi danışırdı. Seyid Şuşinskidə yəni burada imkan olsa, səsim olsa bir ağız o bərdاشtı bir dənə göstərərdim. Gözəl olardı. Dön süyey, dön saya saldı başıma bir serbilend. Kim qəddidir rübaydı rəftarı gözpəsənd. Kim dön saya saldı başıma bir serbilend. Kim qəddidir rübaydı rəftarı dilpəsənd. Göftara gəldi nagah, göftara gəldi nagah. Açıb ləli nuşi xənd, bir püstə gördüm onda tökər rizə qən. Sordum məgər kim, sordum məgər budur ki dəhəndir dedim dedi. Yox, dəvayı dərdin hanındır səni. Yəni bir yada saldı, o da Allah ruhunu şad eləsin. Çox sağ olun. Oradan da yəni çargah oxuyanda Seyid Şuşinskinin bir bulağından bir su içməmək, onun bir sənətindən belə bir qidalanmayıb oxumaq, mən inanmıram ki, o bərdaş olar. Çünki o birisi ifalarında görmüşəm, Hazım Hüseynovda, məsələn, çox oxuyanlarda görmüşəm ki, həmən o bulağın suyundan bir qidalanıb bunu eləyir. Bərdaş Seyid Şuşinskinin adına yazılır. Yəni, yaradıb bunu. O birisi oxuyanlar da... Əgər yadımıza salsaq, sonra Azərbaycanda çargahın gözəl ifaçılarının elə əksəriyyəti Seyid Şuşinskinin tələbələri olublar. Sabir Novruzov gözəl oxuyub. Sabir Mirzəyev. Sabir Mirzəyev, bəli. Zeynəb xanım... Yaqub Məmmədov. Zeynəb xanım xanları var, qadın ifaçıları arasında çargahın gözəl ifaçılarından olub. Hacı Hüseynov özü, yəni, düzdür, hamı deyir ki, muğam oxumağa səs lazımdır. Biz də səsə alidə oluruq, o qalanlar çıxır yaddan. Çünki Allah Teala həmişə nizam yaradır. Yəni, o pəs xanəndələr, məsələn, Hacı Hüseynov, Tələt Qasımov, yəni o mayelərdə elə bir işlər yaradıblar ki, doğrudan da o maye, yəni o maye oxuyanlar, onlar olmasaydı, bizim muğamın elə bil ki, o bəm yeri şikəst qalacaqdı. Əslində... O bəm yerdə o qədər onlar sənət qoyub ki, həqiqi, yəni ehtiyac olmur da o zildə təzədən gedib orada zəngülə vurasan. Çünki bu özü də bir gözəl bir xüsusiyyətdir. Hacı Hüseynovun bir let yazısı var. Deməli, maye cargahı o müxaliflə başlayır. Müxalifi bir beyt qəzəl deyir, sonra maye cargahı düşür. Əslində, hər bir muğamın mayesi artıq böyük bir hissəsi sayılır. Yəni, muğamın canı elə mayedədir, muğamın siması mayedə cəmləşir. Elə Hacı Bəy rəhməti hər muğamın, Zabunun özün də bir həsərlə başlayırdı, gəh muyə ilə başlayırdı. Yəni,
Tələt Qasımovun da özünə məxsus o mayelərdə o gəzişmələri var ki, doğrudan onu Zilxan o cürünə yarada bilmir. Zilxan deyir ki, gözləyir ki, gələrəm müxalifdə, zatda gəlib özümü göstərərəm. O da ki, biliyorsun, səs işləmir, o da qaldı, oradan da qaldı, əldən də olub. O olur disiyasat. Hələ sizin sözünüzün qüvvəti, bizim hələ növbəti musiqi nömrəmiz xalq artisti Tələt Qasımovun ifasında Çayırgahın maye hissəsi olacaqdır. Hələ gəlin dinləyək, söhbətimizi davam edərik. Tünd hasiyetli, çılgın delikanlı, coşkun, heyecanlı kardeşi Çargah. Ki bilirsən özünü vaqif hikayar, agah ol gör ki nədir naleyinə, nəğmə-i çayar, nədir ol xuş olan, çubuda bu naleyzal, ki səddayasından olur, qarət olur səbr qərar, açmason pərdəni hər pərdədə var güz əsrar qoymaz çarmı qəlbin ya quşimdən qoymaz çar müqəlliniyə yağuşimdən düşməz xana bərən davzilərin duşundan şilək guşədə hər kimsə gedər huşumdan pəmbəyi qəfləti çəksən dəxi can guşumdan elə çav ki əsrar nihana olasan bərxurdaray Şükreyle könül, söhbeti canana yolun var. Ey tuti şeyda, şekeristana yolun var. Məhrum değilsen hele kuyindən o şuxun. Ey bülbül şuride, gülüstana yolun var. Seyyid, dəxi bu tali əlindən nə şikayət? Qurbanın olun, Bəzm-i Süleymanə yolun var.
Ela tut beraber demu İsa'ya mügelli demini Kılıp ehya gözümü Seydeler ruh alemini Sirgam olma yeşil Nagme zil bemni haydadı Zirgam olma yeşil nagme-i zil bemni Çeşme yağır sana gel dehr muhalif gamni Ele çeşme yağır sana gel dehr muhalif gamni Şura gel nağmeyle çekkemi dünyaya hesara aman 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 ey dağ aman yar aman aman Hezdelen yardelen yardem Güzel bir ifa dinledik. Çok Alim güzel. benim. Allah can sağlığı versin. Orada bir nefes elədi. O alim benim yeni nefesti de. Bəli, bəli. Onu elə bir- Mən məsələn bir Bu dəfə tələf düşdüm. müəllimə aid oldu. Ha, bəli, bəli, bəli. Yani muğamın da güzelliği ondadır ki her büyük görkemli ifaçı özünden nəsə muğamı yadigar koyar. Bəli, Öz bəli, nəfəslərini küçük de olsa ya böyük de olsa öz yadigarlarını muğamata həkk edir. Firuz müəllim, bayaq elə mən qeyd edeyim ki, Tələt müəllimi müşahidə edən də bizim görkəmli ifaçılarımızdır. Xalq artistləri Ağa Səlim Abdullayev və Şəfiqə xanım Eyvazov idi. Niyə görə mən instrumentalistləri vurğulamaq istəyirəm? Çargah xalqımızın arasında çox geniş yayılan bir muğamdır və instrumental halda da çargahın çox gözəl ifaçıları olub ki, elə biz bayaq Habil müəllimi kamança ifasında dinlədik. Eləcə də tarçalanların arasında da çargahı maharətlə ifa edən sənətkarlarımız çox olub. Orada bir şöbə var. Şöbə də demək olmaz. Kiçik bir güşə mayedə Balı kabutər deyirlər ona. Yəni orada instrumental halda sanki o daha çox məşhurlaşıb. Deməli, bir neçə dənə pərdənin üzərində gəzişməklə ağır tempdən başlayır, sonra iti tempdə, yəni kabutər göyərçinin qanadlarının çalması və yüksəlməsi anlamındadır. Əsasən mən deyərdim, xanəndə o nəfəs eləmir, onu instrumentalistlər edirlər. Bəli. Onu deyirlər. Yəni çargahda Balaca instrumentalistlərin də dəyişsinlər. öz əhəmiyyəti var. Göstərin Göstərin zəhmət olmasın, bəli. Bayaq
Tələs müəllim oxuduğu da Ağır başlayır. avazla oxudu. Bəli. O da instrumentaldır, amma o götürüb qəşəng avazla. Ha, onu götürüb Tələs mən Səsə- bu bağlı kabitlər belə gətirib də. qoşu. Bəli. 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 Sağ ol. Çox sağ olun Firuz müəllim. Hələ mənim istədiyim də hələ bunu göstərmək idi. Yəni, Çargah muğamında təkcə xanəndə üçün yox, həm də xanəndəni müşayiət edən ifaçılar üçün də, kamança ifaçısı və yaxud tar ifaçısı üçün də böyük meydan var. Yəni, bu əslində böyük texniki məharət tələb edən bir hissədir və bunu da deyim ki, hər tarçalan da eləmir. Həm də bu çargah muğamı bu alətin özünə də bir dənə qəşəng bir rahatlıq yaradır ki, yəni onun hamısı o kökləndə elə tara belə vuranda bir çargah çıxır. Ona görə o çargahı çalmaq da instrument üçün, instrument yaxşı əlində olanda o çox gözəl ifadə olur. Tarın əsas köküdür. Əsas kökü. Əsas do kökü. Ona görə məsələn demək olar ki, bütün o ifaçılar o alətdə o çargahı özlərini sınayıblar. Çox muğamlara Özdə Firuz müəllim, o zəng simlərdə çox istifadə olunur. Yəni ona görə çargahda bir orkestr ahəngi var. Desək, yanılmarıq. Ona görə tarçalan hətta tək çalanda da çargahı... Çox vaxt çargah çalırlar, çünki o alət özü deyir bəyə çargah çal. Bu zəng simdə... Elə bilməyən də elə çalanda görsə elə çargah çıxır. Müəllim belə işləyir. Allah rəhmət eləsin. Burada mənəcə özüm deyaram. Burada dayanmaq olur. Çox, məsələn, mən işləmişəm, burada dayanan olmur. Yox, Bu da olar. Firuz mənim özünə məxsus muğamlarda çox edir yanı. Qalmasın. Hər bir ifaçının əlbəttə ki, öz dəsti xətti olmasa da var. orada o ifaçı olmur da. Onsuz da elə bu sənətin də gözəlliyi oradadır ki, o beləncə olur. Çargahın ürəyə toxunan güşələrindən biri də şöbələrindən daha doğrusu bəstənigardır. Bəstənigar hərfin mənasında harda ki, gözəlin bəstəsi, nəğməsi. Yəni ona görə də burada xüsusi bir lirika var. Əgər ümumiyyətlə biz çahargahı coşqun bir muğam kimi təqdim ediriksə, bəstənigarda artıq xanəndənin də ifası dəyişir, tarzənin. Yəni burada artıq lirika meydana girir və yeni bir gözəllik yaranır. Bəli, bəli, yanğılı yeridir. Orada tamaşasını əl ala bilərsən. Və düzdür, bizim iki ifaçımız hamısı o muğamın o yerlərinə dəydilər. Çünki o bir daddır. O yəni yediyim şeyə bir duzdan, istiotdan qatmasın, o dadı olmur. Deyibən, onlar da o dadı qatdılar ora. İstərsə dəydilər ora. Sırf maye oxumadılar, maye çalmadılar. Onlar dəydilər. Gəzişdilər. Bu elə bir şeydir. Məsələn, rəhmətli Sabir Mirzəyev bu bəstənigara demək olar ki, təzədən özünə məxsus yaradıb. Sonra onu gözəl zəngulalarla onu cilalayıb, gözəlləşdirib. Yəni onu bir dərslik kimi edib. Sonra Mənsub yəni. İldırım Həsənov, bax, həmən o bəstənigarı, yəni, elə bir ki, yəni, təməlin qoyan olub, rəhmətli Sabir Mirzəyev də onu daha gözəlləşdirib. Mən belə deyərdim.
Yəni qalan da ki, hələ özünü məxsus elə Mən Suriyanı da Allah rəhmət etsin Yağub. İnşallah. Allah rəhmət Hələ etsin. indi Ali müəllim sözünüzün qüvvəti növbəti musiqi nömrəmiz elə Sabir Mirzəyevin ifasında Allah olacaq. ruhunu şad eləsin. Allah ruhunu şad eləsin. Onun ifasında biz Bəstənigar şöbəsini dinləyəcəyik. İnşallah. Bəstənigar aman çəkir. Amanından aman, aman. Şikayətdir taleyin bu qəzasından. Düşmən yaman amansızdır, o qansızdır. Ne eləməli? Dişimizlə daş qırmalı. Hani bizim o gücümüz? Onda ata babaların şərəfini düşmənə mi tapşırmalı? Təəssüf. Fikir qalxdı, fikir endi. Təəssüfün kölgəsində hansı dilək çiçəkləndi? Bəstənigar, bəstə boylu nigarların dili ilə inlər, inlər, ağ diyar qız gəlinlər. Don tiksən ağı bizdən, belinin bağı bizdən, qoymayın yad ellini almağa, bağı bizdən. Güzeldir göyşemen, seyri seninle birgə yar olsun. Güzeldir ay göyşemen, seyri seninle birgə yar olsun. Öte şur ile bülbüller, təbiyyətlə bahar olsun. Baharına baharın gül çiçəklərdən duyulsun ətri ahengi, açılsın qönçələr bir gözəllik aşikar olsun. Kaman Kaman çaldıkça dinlensin ürəklərdən gələn səslər. Ay kaman çaldıkça dinlensin ürəklərdən gələn səslər. Sözündə möhrü imzası sədəv köynəyini tar olsun. Ay fəlakət, ay fəlakət tapmasın dirliğini. Fəlakət tapmasın dirlik, xəyanət köçsün aləmdən. Bəşər mehri məhəbbətle sevilsin, bəxtiyar olsun. Ay aman canım, ay aman canım, aman.
açtın mügennis beçem Muqamat meclisini açtın mügennis beçem rastla Rahab şur şehnaz hümayim bir katar olsun ya Salam mensure-i zerbi Salam mensure-i zerbi şahargahın ayağında Ezel besten yar etsin, muhalif şun hisar olsun. Ay ganimettir, ganimettir keçen her gün Kayıtmaz bir de alemde Ganimettir keçen her gün Kayıtmaz bir de alemden Şirin sohbet, şirin söz Vay ömürden yadigar olsun Bu eller bağıdır sende Bu eller Ay bu yerler bağıdır sende Gani bülbül kimi ötkin Bu yerler bağıdır sende Gani bülbül kimi ötkin Vətən gülzarının eşki Bizim için iftihar olsun Ay aman Şamay aman Şamay aman Adətən bəstənigar şöbəsindən sonra ya bir rəng çalınar, ya təslif oxunur. Yəni deyim ki, alim mənim bəstənigar üstündə çoxlu gözəl təsliflər də vardır. Hələ bu təsliflərdən Sabir Mirzəyevin ifasında olan bir təslif də vardır ki, yəqin biz onu dinləsək yerinə düşər. O rəhmətli onu da özünə məxsus oxuyub. Yəqin ki o Eygül'ün bahargarı onu verirlər. Bəli, bəli. Biz onu da dinləyək Sabir Mirzəyevin ifasında, sonra söhbətimizi davam etdirəcəyik. Ey gülüm bahar gelir açır çiçekler Ey gülüm bahar gelir açır çiçekler Gözlerin yollardadır deharda san gel Ah gözlerin yollardadır deharda san gel
şirin sözlü vefalı olan biz gülmesin yar. Ey nazlı dildar, şehla gözlü, şirin sözlü vefalı olan biz gülmesin yar. Ey nazlı dildar, göy çemende gezen zaman ya da sal yar. Elvan çiçek üzen zaman ya da sal yar. Gözlerim yollardadır diyardan gel. Ah, seven kalbim dardadır gel gel ey güzel. Gözlerim yollardadır diyardan gel. Ah, seven kalbim dardadır gel gel ey güzel. Gözəl bir ifanı dinlədik. Firuz müəllim, bugün Çargah muğamının neçə hissəsi, neçə şöbəsi tədris olunur? Ümumiyyətlə, Sərdar müəllim, mən bu bizim muğamların şöbələri, güşələri, bunların tarixi, adları 3 qismə bölünür. Bir sayla deyilən adlar, məsələn, Çargahın özü. Carya, Seyyah, Bəli. Cargahın özüdür, Pənciya və s. Bir də ki, yerlə, məkanla Bağlı. bağlı adlar. Yəni Bir Bayat də Şiraz deyirik. Hə, Bayat Şiraz, Bayat Bayat İsfahan İsfahan, deyirik. mesela Bayat Kürd. Bir də deyərdim, bu böyük ifaçıların, böyük şəxsiyyətlərin, böyük ifaçıların etdiyi muğamların Mirzəsən Seyyah, məsələn, belə götürək. Onların Adı ilə bağlı. adı ilə bağlı olan muğamlar. Bu Cargah muğamı siz çox gözəldiniz. Bu hələ bir yerin, göyün, təbiətin bir göyün gürültüsündən bir coşqunluq var da. Bəli. Mərdlik var, belə Mərdanəlik qəhrəmanlığa var. çağırır. Neyse bu, mən bayaq dediyim kimi, bu yaxın şərq xalqlarında ən istəkli, ən Çox ifa olunan. çox ifa olunan Bir muğam. muğamlardandır. Bizim bəstəkarlarımız da deyir ki, çox istifadə edirlər bu muğamlar. Mən indi bir söz deyim, Qara Qarayevin 7 gözəl baletindən Məşhur vals. vals belə başlayır. Bəli, bəli, bəli. Belə başlayır. Deməli, Qara bu Qarayevdir, Çahargah muğamına istifadə Var olunur. kabutər də ona oxşadır. Ha. Ban deyirəm, ban deyirəm. Deməli, Azad Operasından Cahangirovun bu xor Hissəsi var, orada hissəsi var. çox istifadə Deməli, olunur. çox ələ istifadə edib gəlib bir muğamdır. Bir muhalif sesi. Besteligar.
Firuz müəllimə tar əlimizdə üçün o kiçik şöbələr var, qərrə, müalif. Qərrə belədir. Onları da göstərin. Çünki hər Sardan sonra. Müalif. müalif. Sonra. Bu da qərrə. Qərrə. Bu Firuzun qərrasıdır Sadə. ya. Qərra. Belə. Yəni hərdən böyük şöbələrin içində oxunur, hərdən ayırt eləmirik ki, bunlar özləri də müstəqil bir güşələrdir, şöbələrdir. Yəni bunların da adı vardır. Elə məqam gəlmişkən, mən istədim növbəti musiqi nömrəsini elan edək. Xalq artisti Nəzakət Teymurovanın ifasında Hisar, Müalif və Qərrə şöbələrini dinləyək.
Çargah dəstgahının növbəti maraqlı şöbələrindən biri də müxalifdir. Həqiqətən müxalifsiz sanki çargah deyil. Yəni, Mənsuriyyə bölməsində keçiddən əvvəl müxalifin özü həm ifaçıdan çox böyük güc, qüdrət tələb edir. Həm də ki, o dinamik nöqtəyə hazırlığı tələb edir. Yəni, müxalif şöbəsi özü tamaşaçını, dinləyicini böyük öz gərginliyi ilə elə saxlamalıdır ki, artıq Mənsuriyyədə həmin o dramatizmi, gərginliyi tamaşaçı, dinləyici hiss edə bilsin. İndi həm elmi cəhətdən siz, Allah razı olsun, onu qəşəng izah edirsiniz. Ümumiyyətlə, mayə oxuyanda görürsən, ifası dartır bəstəngərə. Çünki bu belə qurulub. Bəstəngər oxuyanda ifası istərsəmə dartır müxalifə. Və bu cürlə, yəni bu, ona görə də beləsi məcbur olurlar hissələr alınıb öz-özünə. Çünki bu elə bir ki, ata babaya, baba nəviyə, nəvədən nəvinənə beləsi bir keçiddir. Bu, yəni elə belə fikirləşib yaratmaq olmaz bu işi. Bu daxildən gələn bir şeydir, öz-özünə əmələ gələn bir şeydir. Çünki bu, düz insanlar yaradıb bunu. Amma onların da daxilindən gəlib. Bu rəhmətli Şəkil Ələsgər Həsərlə müəlif oxuyub, Həsərin ayağı, mən ona məsəl üçün, demək olar ki, aylarla mən ona qulaq asıb, onun ayağını örgənmişəm. Yəni, elə yar, belə də demək olar. Və çoxları da eləyib. Nəzakət xanım da elədi. Yəni, o, bir-iki dənə şeylər qalbində, o da özünə məxsus elədi. Amma qanunla burada, orada o qədər gözəl zəngülə vurur ki, o qədər gözəl avazla, o qədər gözəl, rəhmətli Hacı Baba da oxuyurdu bunu. On kəs ki, mən gərəd, mən məhi sərvi qamətəm, farslar oxuyurdu bunu. Belə bir tərsəməstər zəngülə vurdu. Yəni, bu ifasının özündən asıldı, həm də məclisin vaxtından asıldı. Məsələn, biri var ki, deyərlər ki, bir də tez bada bir də çağır, yox, orada həsar müəlif eləmək lazım deyil. Amma bir də sən konsert verirsənsə, bir 45 dəqiqə, 40 dəqiqəli bir hissə oxuyacaqsansa, bunu da tamaşaçı da rahat qulaq asmaq üçün, məsələn, mənim konsertlərimin çoxsunda Həsər Müəlif qərra oxunub ki, yəni bu konsertin bir hissəsi muğam bir muğam həsr olunub deyib. Onu istərsən, hələ biraz da əlavə şeylər də çalışırsan, qoşursan ki, bu gəlsin onu 45 dəqiqəni heç olmasa doldura bilsin. Müxalif də ki, daha elə Seyid Şunskinin, yəni müxalifə də müraciət edəndə Seyid Şunski gəlir durur adamın gözünün qabağında, o qədər o muğamı darta oxuyur ki, yəni onu belə güngürvari müxalif getməyəcək orada. İndi bilməm, kimi ifasını verirsiniz? Hələ indi müxalif xalq artisti Zabit Nəbizadənin ifasında olacaqdır. Dinləyək, sonra da söhbətimizi davam etdirəcəyik. Müxalifdə hücum, ərənlərin nərəsinə yer titrədi, göy gürladı. Uca dağlar dua verib, ərənləri uğurladı. Düşmən qaçır, bizimkilər təqib edir. Mesih
Alim müəllim, verilişimizin əvvəlində biz Çargah muğamının görkəmli, klassik ifaçılarının adlarını çəkdik, onları yad etdik. Hələ bir şey deyim ki, üzüzdə demək olmasın, hələ Çargah muğamının gözəl ifaçılarından biri də siz olmusunuz. Gənclik zamanı da oxumusunuz bu muğamı, yaradıcılığınızın yetkin vaxtında da müraciət eləmişsiniz və İstərdim Çargah muğamına siz necə gəlmişsiniz, o haqda bir balaca xatirələrinizi bizimlə bölüşəsiniz. Vaxtı çox almaya, bu Azərbaycan televiziyası sənətdə ilk addım veriliş açmışdı və məni də birinci rəhmətli Hacı Məmmədov gətirdi studiyaya və məni hətta çəkdilər bir balaca bir otaq vardı, orada oxudular. O vaxtı bilməm kimlər idi. İmtahan kimi oxudum. İmtahan kimi mən də elə oxudum. Sonra indi yazırlar məni, demək Mənsuriyə yerində, Mənsuriyə keçiddə müxalifdən rəhmətli Hacı Məmmədovun köksümü qırıldı, zəngsimi qırıldı, gəldi düşdülər, dığ-mığ saxladılar. Mən də mahnı kimi oxudum, mən bilmirəm çağrıya oxudum, o vaxt mən bilmirəm çağrıya. Yəni, mahnı kimi oxudum. O dedi ki, rəhmətli, oxuya bilərsən, hə? Oxuyuram, nə var ki? Təzədən oxuduq, o ikinci dəfə də oxumuşuq. O çağrıya verdilər, ondan sonra elə kətlərdən yavaş-yavaş toy gəldi ki, ayaq gəl oxuyub belə falan. Mən də yavaş-yavaş elə o çağırgahla, rəhmətli Hacı'yla, sonra Kürdəxaniyə, Nərdanana bizi apardı. Orada da yoxladılar hələ, ev apardılar birinci, evdə oxuduq. Toylarda da yoxlayırdılar sizi. O axsaqqallar oxuduq, sonra bizi buraxdılar Toyxanaya, buraxdılar, daha sonra da Toyxanadan buraxmadılar bayra. Mənim yadıma gəlir, 1989-cu ildə Filarmoniyada sizin konsertiniz və o vaxt siz çağırgah oxudunuz. Özdə xatırlayıram, haradasa bir saatdan artıq bir zaman keçdi. Yəni, bir dəstgahı ifa etməniz, haradasa 1 saat 15-20 dəqiqə. Və orada mənim xüsusilə çox təsir edən, əlbəttə bütün şöbələr gözəl idi. Ancaq müxalifdən Mənsuriyyəyə keçid və Mənsuriyənin özü çox qeyri-adi bir quruluşu. Yəni, onu ancaq siz özünüz qurmuşdunuz. Vallahi mən quruluş verməmişəm heç vaxt. Bu, elə belə o orada həmən o anda doğan bir şey olub. Mən məsələn xətrimə, balaca xətrimə dəymirdilər. Mən özüm də belə o şeyi istər-istəmə tuturdum. Birim biraz fasonla keçdi yanımdan, biri mənə bir balaca bir söz atdı. O dəqiqə mənim xətrimə dəyirdi. Bu şey orada yaranıb. Mənim xətrimə bilməm hansı kəndisə dəydilər və o yerində gözümü yumdum. Və üzümü tutdum Allahaca, ey mənə tən eyləyən qafil dəfsə belə gedir. Bəli, yadıma gəlir. Gözümdən yaş axır. Yəni, üzümü tutdum ona ki, sən mənə sataşdın, mən də Allaha tapşırıram da. Yəni, musiqisi gələcək amma balaca bir dənə od lazımdır, balaca bir söz lazımdır. O, onu yerə də vura bilər, göyə də qaldıra bilər. Yəni, orada o əks təsir olurdu məndə. Mən xətrimə deyən ki, mən öz... Hətta elə olmuş, elə oxumuşam ki, demişəm, səsim batsın burada. Əl çəksinlər məndən, mən çıxım gedim, oturum, özüm söylədə dahi mən oxumayım. Yəni, istədikdən, yəni, adamı bir belə əziyyət verməzlər. İstədikdən o qədər əziyyət verirdilər, adam ölmək istəyirdi. Yəni, o sənət orada, hələ deyirəm ki, yaxşı elə bilərlər. Sənətkarı gərək hələ biraz incidəsən ki, yaradıcılıq əmələ gəlsin. Bir dənə də kənd var, Nərdanında idi rəhmətli, rəhmətə gedib deyəsən. Gəlirdi saat 12-dən sonra, gəlirdi torbadan, yuxarıda o torbadan düzəldir də. Deyir ki, hə, alim 12-dən sonra yaxşı oxuyur. Allahu Ekber. Doğrudan nə qədər müzəxəssislər verim mənə, 12-dən sonra tamam ayrı bir şey yaranırdı, avro yaranırdı. Orada da o letlər vaxtı yazırdı. Öyle yaxşı da pullar yığılırdı. Axır görürük üstü dolu pullarla. Yəni, müxalif deyəndə, baxda mən tez deyirəm, vaxt uzalmayayım. Müxalif deyəndə Seyid Şurunski, indi də Zabit Nəbzadə oxudu. Çox gözəl o əvvəllərin zaten maraqlı oxudu. Sonra ondan sonra gözəl, ona yəni müxalifin üstü də deyirlər, tərkib də deyirlər. İndi Zabit gözəl tərkib, cavandır, səsi də var. Tərkibdə elə müxalif qədər qaldı. Ayağı da deyəndə, ayağı da elə bil ki, mənim aləmdə, mən bilən, mən necə ki, bu indiyəcə ölgənimi qulaq asmışam, Seyid Şurunski olan ayağına da bir bəzək verib. Yəni, ayağı başından bəzəkdir. Demək olar, hə, o ayaq özü bir obrazdır. Yəni, doğrudan onu verməyəndə elə bil ki, adamın ürəyindən dışan çıxmır. Necə Bahçıvahan ayağı kimi. Müxalifin də ayağı Seyid Şurunski... Bu çox gözəl məqamlardır ki, siz belə məqamları
dilə getirirsiniz. Yəni bizim tamaşaçılarımız da bu məqamları görünür, izləyəcəklər. İndi də növbəti musiqimizi elan etmək istəyirəm. Mənsuriyə şöbəsi, Çargah muğamının Mənsuriyə şöbəsi ifa edəcək xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə xanım Qasımova.
Alim müəllim, çox sağ olun. Siz Bir sağ daha olun. sizin sənətinizin Var olun. şahidi olduq. Var olun. Zövq aldıq. Sağ ol, sağ ol. Hamı sağ olun. Bugünkü verilişimiz Çağırgah muğamı nəsr olunmuşdu və çox sağ olun ki, Alim müəllim, siz də, Firuz müəllim, siz də həm ifanızla, həm təhlilinizlə Çağırgah muğamının, necə deyərlər, şöbələrində, güşələrində gizlənmiş sirlərdən bizi Həm də agah Çağırgah elədiniz. muğamına qonaq olduq da. Bəli. Elə bir yerdə seyr elədik. Yəni biz elə gecə-gündüz bu ilə məşğul deyilik. Baxmayaraq sənət, bu sənətlə məşğul, amma bizi də qonaq elədiniz. Vallahi təzədən elə bil ki, bu Çağırgahı bir də yaşadıq. Həm gözəl sənətkarların ifasında, həm özümüzün söhbətimizdə. Allah razı olsun. Əslində bu verilişin hələ özəlliyi də ondadır ki, biz həm muğam aləminə səyahət edirik, həm də bizim dəyərli ifaçılarımızı eşidirik. Hələ Hacı Tələti eşitdik. Bəli, bəli. Mən çoxdandan məsələn heç onun qulaq asmamışdım. Doğrudur. Çoxdan biz o səsini eşitmir. Həm də bu Çağırgahı Hacı Tələtin ifasında eşitməmişdik. Eşitdik bir balaca. Ruhumuz təzələndi. Sonra bu yaxınlarda dünyasını dəyişmiş Sabir Mirzəyevi dinlədik. Keçmişləri yad eləmək özü də böyük şeydir ki, yəni ustadlarımız olub, Allah rəhmət eləsin. Gənclərdən Nəzakət xanımı, Zabit Nəbizadəni dinlədik. Ümumiyyətlə, bu verilişin hələ bayaq qeyd etdiyim ki, özəlliyi həm muğamlar haqqında, həm də muğam ifaçıları haqqında bir
necə deyərlər, səyahətdir. Bəli, bəli. Yaradıcılığı bir daha əvvəldən axıra izləməkdir. Bir daha Firuz müəllim sizə, Alim müəllim sizə təşəkkür edirəm. Verilişimizə zövq verdiniz, gözəllik verdiniz. Əziz tamaşaçılar, əziz dinləyicilər, bununla da musiqi xəzinəsinin növbəti verilişi sona yetir. Sağ olun, sağlıqla qalın, gələn görüşlərə dək.